həqiqətən də Quranın nazil olması Ramazan ayında baş verib. Yəni baş verib deyəndə Ramazan ayında başlayıb Quranın nazil olması və əslində oruç tutmaq, Ramazan ayında oruç tutmaq həmən bu dediyiniz Bəqərə surəsinin 185-ci ayəsində Rəbbimizin buyurduğu bu ayədən də gördüyümüz kimi məhz Quranın nazil olması ilə bağlıdır. Yəni Allah Taala'nın son ilahi vəhiylər toplusu Qurani Kərim Ramazan ayında nazil olub. Bu son kitabın nazil olması ilə bağlı təntənə ilə qarşılamaq sanki və onu xüsusi bir ibadət forması ilə keçirmək üçün Allah Taala bu əmri nazil edib ki, insanlar bu aya yetişdikdə həmin elə bu ayədə oruç tutsunlar. Bu bilavasitə Quranla oruç arasında, Ramazan ayı ilə Quran-ı Kərim arasında olan bir bağlılıqdır. Onların kəsişdiyi bir nöqtədir. Nəyə görə? İki ayə bundan öncə, yəni Bəqərə surəsinin 183-cü ayəsində Allah Taala buyurur, oruçluğun mahiyyətini açıqlayaraq, bəlkə təqvalı olasınız deyə. Yəni, oruç tutmağın mahiyyəti insanın mənən yüksəlişi, təqvaya sahib olmasıdır. Təqva nədir? Təqva insanın Allah adamı olmasıdır. İnsanın günah işlərdən çəkinməsi, pis işlərdən çəkinməsi, yaxşı işlərə yönəlməsi, bütün vücudu ilə xoş bir insan, salih bir bəndə olmasıdır. Quran-ı Kərimin də yetişdirmək istədiyi insan elə budur. Yəni, Quranın nazil olduğu ayələrdə Allah Taala mənəviyyat qanunları insanlara açıqlayır. Nə yaxşıdır, nə pis, hansı işləri görək, hansı işlərdən çəkindirək. Bax, bu haqqı batildən ayıran kitab nazil olduğuna görə Allah Taala insanlarda bir sanki mənəvi immun sistemi formalaşdırır oruç tutmaqla. Tamaşaçılarımız diqqət etsinlər bu məqama. Adi günlərdə halal olan yemək yemək, su içmək kimi işlərdən insan Ramazan ayında gün boyu çəkinir, bu işləri görmür. Adi vaxtlarda, adi günlərdə halal olan işdən Allaha görə, Allahın əmridir deyə Ramazanda həmən oruç tutan insan çəkinir. Bir gün, 2 gün, 3 gün, 1 ay boyunca insan bunu təkrarlayır. İnsanda bir günahlara qarşı bir immun sistemi formalaşır. Mən dünən Ramazan ayında Allaha görə halal suyu içmirdim. Mən Ramazandan sonra niyə haram içki içim? Mən dünən Ramazan ayında halal çörəyi ağzıma qoyub yemirdim. Mən Ramazandan sonra niyə hansısa haram tikəni yeyim? Haram tikə geniş mənada, yəni bu həm haram qidalar ola bilər, həm halal yolla qazanmış kiminsə pul ola bilər, kiminsə haqqını yemək ola bilər və s. və ilaxır. Yəni insanda bu Allah Taala'nın nazil etdiyi bu mənəviyyat qanunlarına, yəni Quran-ı Kərimə, bu vəhilər toplusuna alışqanlıq yaranması üçün bir xüsusi ibadət formasında Allah Taala məhz bu ayda, Ramazan ayında oruç tutmağı buyurub və həmən insanın oruç tutması ilə nəzərdə tutulur insanın mənəvi yüksəlişi, insanın bir adət halına salması günahdan çəkinməyi. Hər bir şəxs üçün fərd olaraq nəfsinin sınağıdır. Yəni bu bir toplum şəklində olan bir ibadət deyil. Hər bir fərdin özünə aid bir məsələdir. Yəni ola bilər hətta bir insan iddia eləsin ki, mən orucam, amma heç oruç tutmasın. Onu kim bilər? Yəni bəlkə gedir gizlində yeyir, amma Allah ki bilir. Amma ilahi niyyətlə oruç tutan insan özü ki bilir oruc olduğunu. O özünün bir sınağıdır, fərd olaraq bir sınağıdır Allah qarşısında ki, mən Allah Taala'nın, yenə təkrar eləyirəm, adi günlərdə halal olan bir şeylərdən çəkinməsini yerinə yetirirəm Allah Taala'nın əmri olduğuna görə. Bununla da o həmən işlərdən, yəni günah işlərdən çəkinməsi üçün bir öz mənəvi immun sistemini formalaşdırmış olur. Hər hansı bir çətinliyi insan aradan qaldırmaq üçün bir müddət ona bir alışqanlıq mərhələsini keçir. Məsələn, biz bugün çox rahatlıqla nəyisə yazırıq. Məsələn, biri deyir, mənim nömrəmi yaz, çox rahat götürüb yazırıq. Ya hansısa bir şeyi qeyd elə, götürürük, qeyd eləyirik, yazırıq. Amma bunu yazmaq hansı çətinliklərdən gəlib keçib bizim üçün? Və çətinliklərlə müəllimlər bizə öyrədiblər, valideynlərimiz əlimizdən tutub barmaqlarımızı düz qələm tutmaqdan başlayaraq hərfləri öyrənməyə qədər bunların hamısını alışdırıblar. Və buna başqa bir misalı məsələn yol yerimək kimi. Uşaqlar görürsünüz, çox çətinliklə başlayırlar yeriməyə, addım atırlar. Kömək eləyirlər onu, yaxındakılar, valideynlər adətən tuturlar əlindən. Amma sonra insan rahatlıqla yol yeriyir. Bax, bu həmən bu
addım atmağı biz bir məcazi olaraq burada istifadə eləyək. Bir Allah yolunda da addım atmağa, o çətinlikləri bərtərəf etmək üçün, bütün bu çətinliklərə sinə gərmək üçün, yəni günah işlərdən çəkinmək, ola bilsin ki, bir çox insanlar üçün bir nəfsi istəyi yol verməsin və çətin olsun. Həqiqətən də ola bilər, məsələn, biri üçün çox rahat görünən bir şey, başqa birisi üçün çox çətin gəlsin. Məsələn, biri adət eləyib kiməsə məsxərə eləsin, ələ salsın, üzr istəyirəm, kimisə məsələn qəlbinə dəysin. Bu çox böyük günahdır. Və bundan çəkinmək üçün bir alışqanlıq yaradır sanki oruçluq. Və yaxud biri qeybət eləyir, başqasının dalınca danışır. Peyğəmbərin öyrətdiyi kimi bir insan ki, yalnız yemir, içmir və düşünür ki, mən oruç tuturam, amma başqa günahları eləyir, o elə ac qalır, susuz qalır. O ibadət deyil. İbadətin, oruc ibadət olaraq, ibadətin mahiyyəti oruçluqla. İnsanın dediyimiz kimi bütün pis işlərdən çəkinməsidir. Bu, qabarıq görsənən tərəfidir. Biz yeməyək, içməyək və s. Bu dediyimiz kimi o alışqanlıq üçündür. Alışqanlıq üçün dərsdə nümunə üçün məsələn A hərfini, B hərfini yazırlar. Ona görə deyil ki, ömrümüzün axırına qədər biz A yazaq, B yazaq. Biz onunla cümlələr qururuq, onunla şairlər, şeirlər yazır, onunla böyük dastanlar, romanlar ərsəyə gəlir. Bax, burada da bu qabarıq olan tərəfi yemək, içməkdir. Bunu həmişə şərti olaraq biz nəzərdən keçirək. Və oruç tutan əziz imanlı qardaşlarımız, bacılarımız düşünməsinlər ki, mən yalnız ac qaldım, susuz qaldım, bununla oruç tutdum. Onu orucu bir ilahi ibadət kimi qəbul etsinlər və ilahi ibadət içində, baxın, misal üçün, namaz bir ibadətdir. Amma namazın bəlli dəqiqələri, 3 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə bitdi namaz. Oruç sanki gün ərzində davam edən həmən namazdır. Bax, Allaha yaxınlaşma niyyəti ilə insan həmən ibadəti başlayır o başlanlıqdan, gün batana qədər, axşama qədər, bütün gün boyu 14 saat olur, 15 saat olur, 16 saat olur. İbadət halında həmən o insan yaşayır. O insan insanlarla söhbət eləyir, onun danışdığı sözlər nəzərdə tutsun ki, mən bax, Allaha ibadət eləyirəm, xoş sözlər danışım, yalan danışmayım, qeybət eləməyim və s. Gözü ilə baxışları, dinlədiyi şeylər, əli ilə etdikləri, bütün vücudu ilə insanın davranışları, ətrafındakı insanlarla necə rəftar eləsin, ailədə necə özünü aparsın, övladlarına qarşı, ailəsinə qarşı, həyat yoldaşına qarşı, bütün əməlləri onun oruc olduğunu göstərsin. Yəni, insan sadəcə olaraq, məsələn, qarşısına bir çay qoyduqda, su qoyduqda, mən orucam, sağ olun, mən içmirəm deyib bunu təzahür elətdirmək üçün yox. Bütün əməlləri ilə, vücudu ilə özünün Allah qarşısında olan bir ilahi vəzifəsini məhz bütün əməlləri ilə ortaya qoya bilsin.